Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. Qafqaz İnfonun əldə etdiyi məlumata görə əməliyyat tibb məntəqəsində həyata keçirilib. Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib. Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur. Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb. Övladlarım xaricdə olsalar da məni idarə edirlər. Əvvəllər anam idi, indi onlar məni sərbəst qoymurlar. Bu sözləri əməkdar artist Nüşabə Ələsgərli Qonaq Canlı proqramında deyib. Müğənni bildirib ki, övladları hər zaman onu nəzarətdə saxlayır. Nüşabə Ələsgərli bildirib ki, oğlunu evləndirə bilmir. Ən böyük arzumdur, oğlum razılaşmır, Bakıya da ona görə gəlmir, gələn kimi onu incidirəm. Qeyd edək ki, Nüşabə Ələsgərlinin bir qız, bir oğlu övladı var. Onun oğlu Estoniya, qızı isə Belçikada yaşayır.